Assalamu aleykum, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Xırda bir məsələni nəzərinizə çatdırım. Deməli, bildiyiniz kimi qızılların qiymətində hesablanma metodu var. Misal üçün 585 probun 1 qramı hazırda 125 manata alınırsa, 750 probun, yəni lomunun 1 qramını hesablamaq istəyiriksə, bunun hesablama metodu var. Yəni koefisiyenti var. Tutaq ki, 125 manatdır. Bunu vururuq 1.28-ə. Və yaxud da diş qızılını, ərəb qızılını 21K-dan söhbət gedir. Yəni hesablamaq istəyiriksə, diş qızılı və yaxud da 21K 875 probu hesablamaq istəyiriksə, bunu vururuq 125-i. Vururuq, yəni günlük lomun qiymətini. Vururuq 1.5-ə. Müvafiq olaraq 22K 916 prob vurulur 1.57-yə və yaxud da 999 prob qızıldırsa, yəni 24K qızıldırsa, 125-i vururuq 1.7-yə. Yəni təmiz qızılın koefisiyentinə vuraraq hesablayırıq. Artıq bir neçə dəfə yəni öyrətmək məqsədi ilə paylaşım etmişəm hesablama metodunu. İnanırsınız dəyərli izləyicilər, o qədər mesaj gəlir mənə ki, bunu niyə hesablayıb yazmırsınız, bunu niyə hesablayıb yazmırsınız. Bizdə heç kim dəyərli izləyicilər öyrənmək istəmir. Hamı istəyir ki, hazırına nazır hər şey yazılsın, hazır balıq tutulub verilsin ki, buyur, hazır balıqdır. Yəni heç kim sanki balıq tutmaq istəmir. Yəni öyrənmək də lazımdır ki, sabahsı gün qızıl aparıb satanda sizə aldatmasınlar. Mən bunu sizin üçün edirəm. Mənə lazım deyil misal üçün bu. Mən bunu bilirəm, özüm hesablayıram. Yəni lom qızılın alışı mənim üçün vacib bir şey deyil. Yəni onu ora yazmaq da mənim üçün yəni vaxt itkisidir. Vallahi vaxt itkisidir. Mən bunu sizin üçün yazıram ki, öyrənəsiz. Sabahsı gün heç kim sizi aldatmasın. İnanırsınız elə mesajlar gəlir ki, bunu niyə hesablayıb yazmırsan? Bunu hesabla yaz, nə bilim. O qədər mesajlar gəlir, axırda yəni adam, nə bilim, birinə bayaq yazmışam axırda ki, hambalım var, özün hesabla da. Lazımsa əlbəttə hesablamalısan. Deyir, niyə hesablayıb yazmırsan? Riyaziyyat dərsi keçirik, biri deyir, riyaziyyat dərsidir, biri nə bilim. O qədər mesajlar gəlir ki, Allah hər birinizə bol ruzu və bərəkət versin, bizə də səbir versin.